Novruz ab-havası və bu gözəlliyi özündə əks etdirən, tarixlə müasirliyi, şərqlə qərbi özündə yaşayan əsrarəngiz əfsanələr şəhəri, nağıllar şəhəri Bakımız. Hər vaxtınız xeyir olsun, xoş gördük sizə əziz tamaşaçılar. Bəli, bugün Bakımızı dolandıqca hər addımında, hər qarışında tarixin və müasirliyin vəhdətini hiss edirik. Bu gözəlliyi, bu əsrarəngizliyi yaradan tarixi şəxsiyyətlər olub ki, onlar da əlbəttə ki, zamanın tarixinə köçsələr də dünənimizdə, bugünümüzdə və sabahımızdadır. Bugün biz bu tarixə boylanacağıq. Kiminlə? Məşhur milyonçu, tərəqqipərvər insan Ağa Musa Nağıyevin nəvəsi, tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə xanım Ağa Musa ilə birgə. Xoş gəlmişsiniz Dilarə xanım. Xoş gördük sizi. Xoş gördük. Təşəkkür edirik ki, dəvətinizi qəbul etdiniz. Bayram əhval ruhiyyəsində sizinlə görüşmək. Bayramınız mübarək. Sağ olun, sizinlə bahəm. Dilarə xanım, Bakımızla bağlı gözəl bir mahnı ilə başladıq biz verilişimizə. Gəlin elə ondan başlayaq ki, babanız Ağa Musa Nağıyevin arzusu Bakıda 100 gözəl bina tikmək olub və onlardan 98-ni ucalda bilib, reallaşdıra bilib. Baxın, bugün bu binaların qarşısından keçirsiniz özünüz. Hər gün, dəfələrlə keçirsiniz. Özünüz hansı hissləri keçirirsiniz? Babam tikdirdiyi binalara həsrətlə baxıram. Amma qürur hissi duyuram. Çünki Bakının 11 milyonçusu olub. Bəli. Onların ancaq arasında yeganə Ağa Musa Nağıyev 98 bina tikdiribdi. Yəni heç bir milyonçunun bu qədər sayda binası olmayıb. Ona görə və ən gözəl binalar Ağa Musa Nağıyevə mənsubdur. Hələ başlayaq Lukoylundan, Sokarın köhnə binasından Aznefdə, Üns teatrı. Bəli. 4 xəstəxana bu vaxta qədər ancaq Semaşkovun adı ilə gedirdi. Umudə də onundur. Sabunçu Poliklinikası indiki keçmiş больница olubdur, onundur. Texnologiyalar Nazirliyi, indi rəqəmsal inkişaf deyirlər. Sonra İqtisad Universiteti və ən əsası Bakının tacı olan İsmailiyyə binası. Binalardan danışdınız və onlar hər biri bir memarlıq abidəsidir. Gülçöhrə xanım Məmmədova, bizim professor. Bəli, Gülçöhrə xanım yazır ki, bu insan çox ambisiyalı insan idi. O, orta səviyyəli heç nə ilə kifayətlənmirdi. Yəni, onun üçün orta səviyyə deyilən bir şey yox idi. Onun tikdirdiyi hər bir bina ancaq və ancaq gözəl nümunə olmalı idi. Yüksək səviyyəli bir nümunə olmalı idi. Siz həmin binalardan bir neçəsinin adını çəkdiniz. Tamamilə bir-birindən fərqli üslublardır. Burada daha çox klassik, deyək ki, və eyni zamanda modern, yəni sırf romantik, onunla yanaşı çox sırf informasiya ilə zəngin, hansı ki informasiya verir. Binalar öz xarakterinə, öz xüsusiyyətinə görə sanki rəngarəngdir bu tablo. Ümumiyyətlə, hansı bilgiləri var idi, bax bu memarlıqla bağlı? Ali savada olmayıb, iqtisadçı memarlığa yaxın bir insan olmayıb. Amma hardan idi onda bu qədər sevgi, bu qədər eyni zamanda zövq? Yəni, deyim ki, elit bir ailəndə evladı olmuyor. Bəli, saman satan olub, atası özü hambal olub. Əlbəttə ki, bunlar tarixdir. Bunları inkar etmək qeyri-mümkündür və mən buna çalışmıram, amma çox zövqlü olub. Siz onun geyimlərinə baxın, onun şəkil fotolarına baxın. Hər birində indi prodüser var, modelyer var, geyindirir, keçindirir, baxır. O vaxt olmuyor da, özünün çox böyük zövqü olub. Hətta Can Güdəninin fotosuna baxırsan, nə qədər zövqlü olduğunu görürsən ki, çox zövqlü olur. İnsan hər şeydə bir tamamlıq, bir bitkinlik, tamlıq axtarıb sanki və buna nail olur. Özünə fikir verən olubdur, həm öz xarici görüşünə, həm də binaların tikintisində, həm də binaları o xarici memarlar da deməli gətizdirib, cəlb edib tikintiyə. Ona görə o memarların da böyük rolu var, əlbəttə ploşka. Hər bir halda yekun qərarı şübhəsiz ki, özü verib. Bəli, əlbəttə, qərar özünün olubdur, amma məsləhətə qulaq asan olub. Ona görə, məsəl üçün, İsmailiyyanın tiklərində Venesiyadan onu 3 il ploşka İsveçrədə ezamiyyətdə olub. Təsəvvür edin, deyirlər ki, güya ki, simic olub, amma 3 il onu orada saxlatdırıb, onu mayləşdirmək
işini qiymətləndirmək və o binanın fonunu çıxartıb Azərbaycana gətirmək nə deməkdir? Yəni bax belə işlər, ona görə gözəl binaları onun gözəlliyi daha fərqlidir, çox fərqlidir. Texnologiyalar Nazirliyi ilk poçt binası da görün nə gözəl binadır. Hər daşın üstündə, İsmailiyədə hər daşın üstündə mənə elə gəlir ki, bir ayda əllə işləsən, günün bu günündə onu qeyri-mümkündür hasil etmək. Amma bu həm vaxt sərf edir, həm də zövqlü olub, çox zövqlü olub. İsmailiyənin tiki ploşku o xəstəxana verməyib ona. Çünki xəstəxana tikən deyildi o. Bayevi çağırıb Almaniyadan, o xəstəxana tikdirib. Bax, belə işlər görübdü, yəni Musa Ağa, siz qeyd elədiyiniz kimi təhsili olmayıbdır. Amma görünür bilik, istək, maraq və vətənə sevgi, Bakıya sevgi olubdur. Dilarə xanım, ümumiyyətlə, hansı bir hissdir ağamsa Nağıyevin nəvəsi olmaq? Hansı hissdir bu? Bilirsiniz, mən bir dəfə sual verdilər ki, siz onu necə təsəvvür edirsiniz? Bu sualı mənə heç vaxt verməmişlər. 2010-cu ildə bu sualı mənə verdilər və mən onun portretinə baxa-baxa onu təsvir etdim və kitablarımda var bu haqda. Və təsvir etdikcə hiss etdim ki, mən necə sevirəm onu. Mən necə ona qarşı, nəinki nəvə sevgisi, mən bilmirəm, bu həqiqətən bir insana olan sevgi deyil. Ən əziz xatirədir mənim üçün. Ona görə mən onunla qürur hissi, o sözsüz. Çünki bu qədər vətən üçün edən, Azərbaycan üçün edən, 35 nəfəri Kərbəlaya göndərən, kasıb ailəni göndərən, Bakıya şollar suyun çəkilməsində 33 milyonun, 24 milyonunu xərcləyən və İsmailiyyə kimi gözəl binanı verən kişini necə sevməmək olmaz? O mənim üçün ən əziz və mənim günüm, saatim, həftəm də ancaq onunla başlayır. Hətta yer bilməm, gələr ya yox, 9 yaşındaydı oğlum, nəvəm, oğul nəvəm. İndi əskərlikdə xidmət edir. Buffalo Universitetini qutarıb gəlib. 9 yaşındaydı. Mən dedilər ki, Dilarə xanıma söz verək. Qaçdı, yox, ona söz verməyin. Deyirəm, ay oğlum, niyə deyirəm, nəvəmə deyirəm. Deyir, çünki o Musa Ağayevdən danışacaq. 9 yaşında uşaq bilirdi ki, mənim günüm, amalım, diləyim, istəyim ancaq Musa Ağayevdir. Və ona görə də Ağamsan Ağayeva 10 kitab həsr eləmişsiniz. Onun haqqında 10 kitab yazmışsınız. Və artıq 11-ci də eşitdiyimə görə artıq hazırlanır. 6 sənədli film çəkmişsiniz, monoqrafiyaların müəllifisiz, əsərlərin müəllifisiz. Bəli, biz bugün böyük bir şəxsiyyətdən danışırıq. O şəxsiyyətdən ki, ancaq Azərbaycan memarlığına xidmət eləməyib. Onun fəaliyyət sahələri çox şaxəlidir. Bayaq biz onun səhiyyə sistemindən verdiyi töhfələrdən danışdıq. Eyni zamanda Azərbaycanda təhsilin inkişafı ilə bağlı, mədəniyyətin inkişafı ilə bağlı çox böyük işlər görüb. Və mən oxuduğuma görə Tağıyevin teatrında bir neçə tamaşanın səhnəyə qoyulmasında, səhnələşdirilməsində də onun böyük rolu olub. İnsan sırf xalqının bütün sahələr üzrə inkişaf etməsinə çalışıb və onların təhsilinin təşkil olunmasında da çox böyük rollar oynayıb. Gəlin elə bu məsələlərdən danışaq. Hardan idi onda bu qədər dünya görüşü? 11 milyoncunun ən iri milyonçusu olub, 413 milyon qızıl pul olubdu onun. Çox görünür ki, pul olduqca arzular da çoxalır, amma bu arzuları hamı reallaşdırırmı? Bilmirəm, bax bu böyük sualdır. Xalqının tərəqqisinə səhv eləyirmi? Bəli, mən görürəm ki, o həqiqətən arzularına xərcləyib o pulu və gözəllik aşığı olubdur. Gözəllik də ona görə yox ki, desinlər ki, əl çalsınlar ki, bunu Ağa Musa eləyibdir. Yox, o özü ondan zövq alıbdır. Xəstəxana tikdirəndə elə belə yox. Bilirsiniz, məsəl üçün bir nömrəli şəhər xəstəxanası, Simaşqa kimi tanıdığımız xəstəxana titrərkən 3 yerdə o qoyun cəmdəyi kəstiribdir. Bəli, və o ətin haçan xarab olduğunu Bayıl qəsəbəsi yolunda olub, bir günə xarab olubdur, deyib orada xəstəxana tikdirmə olmaz. İkinci olub Qaraşəhərə girişdə keçmiş körpü var idi, indi o körpü yoxdur. Orada kəstiribdir və hətta orada qarolçu qoyub ki, əti heç kəs daşımasın, aparmasın, onu əldə edilməsin. Neçə, 3-cü günü bu xəstəxananın yerindəki cəmdəyi xarab olub. Deyib, hə, burada xəstəxana tikdirmək olar. Ona görə ki, rayondan, kənddən, kəsərdən xəstəxanaları bura gətirincə və yaxud dünyası dəyişənləri ora aparınca xarab olmasın, meyit xarab olmasın. Sanki bir test edib. Bəli. Ümumiyyətlə, o xəstəxanaları tikdirəndə də o xəstələr üçün
tam komfortlu bir şəraitdə tikilməsinə. Elə bir dənə hündürlüyü 4 metrə 80 santimetr. Onun pəncərələri olub, kondisioner yox idi, havanın havanı tənzimləyirdi. Çox düşüncəli olub. Onların düşüncəsi, hamısı Ağa Musanın düşüncəsidir. Əlbəttə ki, memarla birgə işləyibdi. Həm də ki, pul olan yerdə görünür, zövq də olur, zövq də yaranır, həvəs də yaranır və arzu reallaşır. Və Ağamsan Ağayev yalnız Azərbaycanda deyil, Türkiyədə də tanınır. Onun xeyriyyətçiliyinin sədası Türkiyədən də gəlib. Və təsadüfi deyil ki, Məcidi və Osmanlı nişanları ilə təltif olunub. Bu barədə onu deyərəm ki, mən elə dissertasiyamı tamamlayanda bu, deməli, arxivdən bu materialları tapdım və çox sevindim ki, Türkiyədən gələn xeyriyyətçiliyin sədaları və hətta sənədi film də çəkdirmişəm ona, qrant müsabiqəsi ilə. Sədaları, yəni Türkiyədən gəlirsə, bunu Azərbaycan bilməlidir və Azərbaycanla Türkiyə qardaş ölkədir. Həm onlar üçün qürurdur, həm bizim üçün qürurdur. Deməli, Ədirnə şəhərində müharibə vaxtı yandırılmış məscidlərin birində Quran, yandırılmış Quranı o satın alır, saxlayır və müharibə qutarandan sonra müharibə vaxtı o yetim uşaqlara çox xeyriyyətçilik edir. Orada deməli pul ayırır, öyrənirlər, göndərir. 9000 gümüş pul ora hədiyyə edir uşaqlar üçün və oradakı yetim uşaqları gətirir. İsmailiyədə, İlk Xeyriyyə Cəmiyyətində, İsmailiyyə binasında o uşaqların üçün xüsusi otaqlar ayırır. Hətta onların paltar yuyanları olur, xörək pişirənləri olur və belə şeylərə fikir veribdi Ağa Musa Ağayev. Və onunla əlaqədar həmin bu yandırılmış Quranı aparır 5-ci Məhməd Rəşada özü şəxsən müharibədən sonra təqdim edir. Və Məhməd Paşa bunu bilir, onun bütün xeyriyyətçilərini nəzərə saxlayaraq Osmanlı və Məcidi nişanları ilə onu fotolarında da var, sağ tərəfdə. Onlar özü də sağ tərəfdə taxılmalıdır. Və ondan da başqa Andrey Leontalı qızıl medalı alıb, 3-cü Stanislav ordeni alıbdır, ordenləri çox olubdur. Amma bu Türkiyənin medallarının açılması, deməli, tarixə salınması mənim balaca rolumda olsa, mən onu çox qürurla qəbul elədim və sevinirəm ki, bu işi mən görmüşəm. Həyatınızın neçə ilini həsr eləmişsiniz bu araşdırmalarını? 33 ilə gedibdir. 33 ilə. Baxın, burada şübhəsiz ki, indi ailədə olan hansısa bir fotolar, sənədlər öz yerində. Amma o söhbətlər, onlarda hansı xatirələr, hansı düşüncələr, hansı təəssüratlar var? Bilirsiniz, mənim evimin yarısı demək olar ki, arxivdir. Öz arxivim, şəxsi arxivim 32 ildə, 33 ildə tapdığım, getdiyim və hətta dissertasiya mövzusu Ağa Musa Ağayevin xeyriyyətçiliyi, ictimai fəaliyyəti və sahibkarlığıdır. Yəni, zavodun tikdirilməyini tapmışam. Bu, heç yerdə deyilmirdi. 22-ci zavod deyirdi, Siyaz deyirdilər. İndi Heydər Əliyev adınadır zavod. O zavodun ilk təməlini, neft ayırma zavodunun ilk təməlini deməli Ağa Musa qoyubdur. Mən bilirsiniz, bir növ mən yeni xəstəlik tapmışam. 33 ildir bu xəstəliyini Musaman xəstəliyindəyəm. Yəni, melamanlar, musiqiçilər melaman xəstəliyinə tutulur. Mən özdə mənlə də mən bilirəm ki, siz sabahdan bu xəstəliyinlə, olsun, yaxşı xəstəliydir. Siz də tutulacaqsınız artıq. Çünki siz də evlatlarınıza danışırsınız. Maraqlı suallar meydana çıxır və bu sualların tapmaq üçün mənim 10 kitabım artıq sənəddir. Və ən əsası, Nəcbə xanım, mən onu əllərimlə kəfənə tutmuşam. Onun nəşrini mən kəfənə tutmuşam. Hətta ona layiq ki, məzarı yox idi. Bu düzdür, o dövrdə bu haqda danışmaq qeyri-mümkün idi. Sovet dövlətində danışmaq qeyri-mümkündür. 1998-ci ildə mən onu yenidən kəfənə tutdum, onun nəşrini. Yəni, dəfn olunanda Kərbəlaya getməli idi. Vəsiyyəti o idi ki, İsmailin yanında dəfn olunsun, oğlu İsmailin yanında. Qeyri-mümkün olduğuna görə 1919-cu ildə rəhmətə gedəndə onu Park Kirov deyirlər. O yerdə Şəmbirəkənd qəbirstanlığında dəfn eləmişlər və əmanət qəbir başdaşı qoyurlar. Bakılılar bunu daha yaxşı, din adamları da bunu yaxşı bilir. Yəni bu, əvvəl, axır bu qəbir nəşr getməlidir Kərbəlaya. Bu siqnalı verir, necə deyirlər. 1931-ci ildə Kirov Parkı salınanda, qəbirstanlıq ləğv olunanda
xəbər gəlir və qardaşı Ağəli onun nəşrini gətirir, evdə saxlayır 40 gün ki, pul yığsınlar, pul yoxdur, binalar milliləşdirilib, qızıl yox, əşya yox. Və onu Kərbəlaya göndərsinlər. Və din adamları bundan xəbər tutur, deyir ki, ağani, bunu evdə saxlamaq olmaz. Sümük, nəşi o torpaqda olmalıdır. Nə eləyək, Biləcəridə, əsli Biləcərilədir, Musa Nağıyevin. Gətirirlər Biləcəriyə, Proparka qəbirstanlığında bastırırlar onu, dəfn edirlər nəşini. Və yenə əmanət daşı onunla gedir. Həmin əmanət daşı onunla gedir və 1938-ci ildə Proparka ləğv olunur. Orada vagon deposu tikilir. Siz bunun taleyinə baxın. Bunun axirət dünyasının taleyinə baxın. Oradan da 38-ci ildə atam kənarda olur, Azərbaycanın çox kənarlarda olur. Anamı gizli yollarla göndərir. Anam gecəykən lampa işığında molla ilə onu balış üzünə yığırlar. Kəfən də tapılmır. 1938-ci ildə. Onu gətirirlər Biləcəri Dağüstü qəbirstanlıqda dəfn edirlər. Yenə həmin daş onunla əmanət daşı. Və 1992-ci ildə anam bizə o qəbri göstərəndə Komünist Partiyasının üzvü idim, mən idim, dövlət qulluğunda idim. Qeyri-mümkün idi mənim ora gedib kapitalist nəşini nəsə araşdırmaq. Anam bizi aparanda mən onun qarşısında şəkil çəkdirmişim, bu boyda daş. Sən demə, o daş metrə yarım gedib aşağı artıq. Və qəbir çox pis yerdə idi, 4 yolun ayrıcığında idi. Cəmaat onun üstündən gedirdi, əlbəttə bilmərəkdən. Amma bu Ağa Musa Nağıyevin qəbri idi, məzarı idi. Belə qərara gəldim ki, onu Ağdaşdan elə ora hörək ki, bilinsin ki, bu kimin qəbridir. Onu gətirdik. İnanın, iyulun 23-də yağış yağdı. Onun nəşrini mən kəfənə tutanda. Televiziyalar çəkib, bu hamısı arxivdə var, fondda da var. Və onun kəfənə tutub, girəcəkdə bizə yer verilən yerdə orada dəfn edirik. Və üstünə xeyriyyəçilər onun üstünə İsmailiyyə binasını qoydular ki, Ağa Musa Nağıyev oğluna çatmadı, oğlu onun yanında olsun. Simvolik olaraq. Və 2015-ci ildə İsmailiyyə biraz dağınıq halda oldu. Üstündəki monument, qəbir daşı da onun içindədir. Və xeyriyyəçi Zülfiqar Muxtarzadə rast gəldi mənə. Yenə deməli, icra hakimiyyətinin qolu ilə belə qərara gəldik ki, oranı mavzoleyə döndərdik. Bu günləri ora mavzoleyə idi. Həm hündürləşdirdilər, həm İsmailiyyə dağılmışdı, onu götürdülər və bu günləri Ağa Musa Nağıyevin büstü oranı bəzəyir. Və mən hər il, 33 ildir, martın 4-də böyük izdihamla oranı ziyarət edirəm və sonra ehsan süfrəsi verirəm. Dilarə xanım, siz özünüz Sovet dövrünün evladısınız. Həmin dövrdə doğulmusunuz, yəni o ideologiyanın daşıyıcısı olmuşsunuz. Amma daha sonra isə artıq Azərbaycan müstəqillik qazandıqdan sonra artıq o dövrdə bizə düşmən, qolçomaq kimi Sovet ideologiyasının sırıdığı o ifadələr artıq tarixin arxivinə gedib. Və bizim o milyonçular, bizim o gözəl şəxsiyyətlərimizin üzərindən o qara pərdə götürülüb. Baxın, müxtəlif dönəmlərdə, deyək ki, gənclik dönəmində, yenicə deyək ki, bu bir şəxsiyyətin formalaşdığı bir dövr olur da. Həmin dövrdə necə idi Ağa Musa Nağıyeva münasibətiniz, nə düşünürdünüz? Və bugün onunla arasında, o düşüncələrinizlə, bugünkü düşüncələriniz arasında nə fərq görürsünüz? Bax, o vaxtı Nəcmə xanım, siz ümumiyyətlə yadınıza gəlməz. Mən uşaq edim yadımdadır, belə bir qara patifon kimi radiolar var idi evlərdə. Bəli. Biz o radio baxanda qorxu ürkü bizi bürüyürdü. Atam himcimlə deyirdi ki, hər sözü deməyin. Evlərdə o radiola yazılırdı. Ona görə atam çox az danışırdı, olduqca az danışırdı. 92-ci ildən mən bu fəaliyyətə başlayanda elə bir ki, mənə bir qüvvə verdi. İçimdən o Ağa Musa Nağıyev mənə itələdi bu işə, zövq elədi. Və mən qorxu ürkü bilmədən məqalələrim çıxdı, yaxşı jurnallar buraxırdım. Hətta International, Amerikanın bir görkəmli jurnalı var, Azərbaycan International, burada Betty xanım. O məni dəfələrlə çağırdı və mən qorxu ürkü bilmədən nəticə mexaniki olaraq keçdim. Ondan sonra əlbəttə ki, müstəqillik qazandıqdan sonra tam başladım qəbrin fəaliyyətinə başladım. Kitablarımı və hər sözü yaza bildim.
Deməli, bu sevgini siz içinizdə saxlamısınız. Sadəcə olaraq onu üzrə çıxara bilməmisiniz. Bəli, sevgi əvvəldən var idi. Düzdür, ondan nə bir əşya qalıb, 2 dənə əşyası qalmışdı. Mən onu Neft şirkətinin muzeyinə vermişəm. Piyaninası idi, Stalin bağışlamışdı ona o vaxtı. Bir də qılıncı idi, vermişdim. Amma qalan heç nə qalmamışdı. Ona görə biz onunla ki, varidatı var deyənə biz ona borcumuzdur, yox. Sadəcə mən nəsil borcumu hesab elədim. Çünki mən ailədə 5-ci idim. Sonun 5-i mən idim. 1940-cı ildə anada olmuşam. Bu il may ayının 23-də 85 yaşım olacaq, 85 yaşım olacaq. Və onun 33 ilini mən bura səhv eləmişəm. Və qürur hiss edirəm ki, hələ ağlım da mənə vəfasız çıxmır. Hər şey yadındadır. Bəlkə də bu Allahın sizə verdiyi bir lütfdür ki, o itirdiyiniz illəri, yaza bilmədiyiniz, araşdırmalar aparmadığınız o illərin əvəzini indi sizə bəxş edir. Atamın borcunu verdim, anamın borcunu verdim. Fatımın 80-ci il dönümündə mən onu kəfənə tutub daimi qəbrə qoymuşam. Bundan artıq savabı nə iş ola bilər? Əzizlərinin xatirəsində, yaddaşında necə yaşayır? Yəni, əzizləri nə danışırlar? Oğlu, gəlini, nə danışırdılar bu insan, bu şəxsiyyət haqqında? Anam həmişə deyirdi ki, yeri gəlmişkən deyim ki, atama bir bəzi zinə şeyləri çatmışdı o vaxtı. Anam, atamla çox 14 il nişanlı qalma. Anam 4 yaşında onun nişanına gediblər. Uşaq ikən ediblər. Və həmin bu köçürmə prosesində, deməli, Parkirov salınanda anam həmin o zinət əşyasını Torksöndə satdırıb, o pula onun cənazəsini gətirib, nəşini gətirmişdi Proparka qəbirstanlığına. Və həmişə deyirdi ki, papam deyir, atam üçün deyir ki, Fərəc də qoymuşdu. Fərəc bilirsiniz, atamın əsl adı Ələsgər olubdu. 2 aylığına atamı İsmailin ölümündən sonra qardaşından evlatlığa götürüb. Və onun adını dəyişib Fərəc, kədərdən sonra gələn sevinç. Yəni İsmailin kədərini udu. Yəni bunlar hamısı şərtdir. Bu şərtləri də mən açıb tökmüşəm. Necələri, həm kitablarımda, həm filmlərimdə, həm danışırlar. Mən televizorlarda çox çıxmışam. Çox ekran həyatı mənə televizorlar. Hamına təşəkkür edirəm. Sizin Azərbaycan televiziya mədəniyyət kanalınıza o qədər təşəkkürüm var ki, yəni açıq bunları demək, xalq bilsin. Bu tariximizdir. Tarixi gizlətmək olmaz. Tarixi sürətləndirmək, inkişaf etmək və onu dəqiqləşdirmək lazımdır. Bunları eləmişəm. Bəli, Ağamsan Ağayev elə böyük bir şəxsiyyət, geniş fəaliyyəti ilə diqqəti çəkən bir şəxsiyyət olub ki, onun fəaliyyəti çox genişdir. Və yeri gəlmişkən mən oxudum ki, biz artıq 1-ci Türkiyoloji Qurultayın 100 yaşını qeyd eləyəcəyik. Həmin Türkiyoloji Qurultayın iştirakçılarından biri də Ağamsan Ağayev olub. Yəni, bu onun həm də ictimai fəaliyyətini əks etdirir ki, bu insan həm maarifçi, həm ictimai xadim, ictimai fəaliyyəti, həm digər sahələrlə bağlı çox geniş bir fəaliyyət göstərib. Müxtəlif mənbələr var. O mənbələrdən bir də sizin qarşınızdadır. Mən istərdim ki, bu tarixdə olan bu mənbələrdən siz özünüz danışasınız. Yəni, biri var ki, biz bu haqda danışırıq, oxuyuruq, hansısa bir orta səviyyəli yazıdan, araşdırmadan. Bir də var ki, mənbədən. Mənbələr nə deyir? Mənbələr odur. Ağamsan Ağayev o binanı tikdirəndə İsmailiyyə binasını oğlunun xatirəsinə həsr edib və onu ilk xeyriyyə cəmiyyətinə hədiyyə edibdi. O boyda bina, mən onu saray adlanır. Həqiqətən o saraydır. Mən onu saray da adlandırıram. Bu sarayı hər adam kişinin işi deyir götürüb kiməsə bəxşiş edəsin. İlk müsəlman xeyriyyə cəmiyyəti həm yaradılması, həm də o binada olması. Hətta Məmməd Əmin Rəsulzadə o vaxt deyib ki, ilk dövlət ki, bizim ilk xeyriyyə cəmiyyətimizin binası var. Yəni, bu balaca işləyir. Mən istəyərdim, əlbəttə, tarixi hamı nəzər salır. Tarixi inkişaf eləmək lazım. Bizim tariximiz uzun müddət qapalı qalıbdır. Qarabağ məsələsində, bizim məsələlərdə bu 11 milyonçu hamısı cibinə işləməyibdi. Üzr istəyirəm, belə loru dilində mən dedim bu sözü. Onlar hamısı dövlət üçün işləyib. Bütün Muxtarovun nə gözəl bina, Hacı Zeynalabdin Tağıyevin nə gözəl binaları var. Amma bugün ancaq Hacı Zeynalabdin Tağıyevin elədikləri aşkar olub. Çünki onun qızı Sara xanım 1975-ci ildə mən onun şahidi idim. Necə o mənim kimi fəalım, bəlkə də ona baxıb ondan yol götürmüşəm. Bilmirəm, çox güman ki, bəli. Və o səsləndirdi ki, çağırış etdi ki, yəni bunları canlandırmaq lazımdır. Bu insanlar haqqında danışmaq lazımdır, yazmaq lazımdır.
Bugün mən çox təəssüflənirəm ki, bu vaxta qədər bizim 11 milyonçularımızdan ancaq Hacıbəydin Tağıyev səsləndirilib və biraz da mən Ağamusa Nağıyevin ətrafında işlər görmüşəm. Bəs bizim Murtuza Muxtarovumuzanı, bizim Şəmsi Əsədullayevimizanı, bizim Dadaşovlarını, Aşırbəyevlarını, Ağabala Quliyevimizanı, yəni onların tikdirdikləri binalar var. Qoy olsun 3, 5, 10. Bu bizim tarixdir, bu bizim fəxrimizdir, bu bizim silinməz tariximizdir. Amma biz o tarixi inkişaf etdirməliyik və Ağamusa, yenə deyirəm, təhsili olmayıb, amma hər yerdə birinci olubdur. Xeyriyyə cəmiyyətində də birinci olub, qurultayında iştirakçısı və ilk körpü salan olubdur. Biləcəri ilə şəhər arasında körpünü Ağamusa Nağıyev salıbdır. Yəni bu işləri görməklə o bir növ dövrün ziyalısı olubdur. Savadsız, amma ziyalısı olubdur. Və mən bugün çox istəyərdim ki, mən 6 film çəkdirmişəm, yenə dedim, grant müsabiqəsi ilə, agentliyin yolu ilə. Amma mən istəyərdim ki, dövlətimiz yük filmi çəkib, mesenat tamaşası qoyub, bir də tamaşaların, filmlərin sayı çoxalsın. Və Ağamusa Nağıyev kimi o birisi milyonçularımızda etdikləri və fəxr edilir, qürurla baxırıq ki, 4 seriyalı Hacıbəydin Tağıyev haqqında nə gözəl film yaradılıbdır. O filmlər bütün bizim milyonçularımız haqqında əvvəlcə növbədə mən birinci Ağamusa Nağıyevimizi qoyardım. Əlbəttə, düz deyirsiniz. Mən sizinlə tam razıyam. Dilarə xanım, Allah sizi var eləsin. Çox sağ olun ki, bu xəzinəni, bu bitib tükənməz bir xəzinəni araşdırırsınız. 35 ilə yaxındır da bu xəzinənin, bəli, araşdırıcısısınız və çox istərdim, bir tamaşaçı kimi çox istərdim ki, bu insanlar haqqında, bu şəxsiyyətlər haqqında çox filmlər çəkilsin, tamaşalar oynanılsın ki, bizim gələcəkdə böyüyən o gənc nəslimiz də onları tanısın və onlar bizim üçün bir nümunədir, bir ibrət dərsidir, bir statusdur ki, biz də onlara baxaq və onlardan öyrənək. Və çox gözəl bir söz dediniz, savadsız ziyalısı olub. Ağamusa Nağıyev dediniz. Bəli, tamaşaçılar, mən xatırladıram ki, bugün Nəcib söhbətlərdə mənim müsahibim, çox maraqlı bir insan, tarix üzrə fəlsəfə doktoru, Bakı xeyriyyətçisi, milyonçusu Ağamusa Nağıyevin nəvəsi Dilarə xanım Ağamusa. Sağ olun, çox sağ olun, təşəkkür edirəm. Hər şey üçün təşəkkür edirəm. Beləcə bizim verilişimiz də artıq sonuna çatır və verilişimizin son nöqtəsini Pərviz Abdullayev qoyacaq. Nəcmə xanım, icazə verirsiniz, bu günləri Pərviz, tarix yaşadan binalar, Ağamusa Nağıyevin kitabını sizə mən verməkdən qürur duyuram. Çox gözəl bir hədiyyə. Təşəkkür edirəm. Çox sağ olun, təşəkkür.